Bismillahirrahmanirrahim. Selamun Aleyküm ve Rahmetullah. Əbu Bəsirdən nəql olunan bir hədisdə Əbu Bəsir İmam Cəfər Sadiq əleyhissalam və İmam Baqir əleyhissalamın tələbələrindəndir. Və belə nəql edir ki, mömin bir şəxs, mömin bir qul, bəndə qəbir və bərzəx aləminə daxil olduqdan sonra onunla bərabər 6 dənə nurani çöhrə ondan bərabər daxil olar qəbrə, bərzəx aləminə və həmin o nurani çöhrələrin bir-biri digərindən daha nurani olar və daha gözəl olar. Onların biri qəbirdə həmin mömin bəndənin sağ tərəfində, biri sol tərəfində, üçüncüsü qarşısında, dördüncüsü arxasında, beşincisi ayaqlarına yaxın bir yerdə dayanar. Daha sonra hamısından daha nurani olan bir nurani çöhrə isə onun başın üzərində dayanar. Deyir, bu 6 üz özünə zərər verə biləcək hər cürünə işin qarşısında bu şəxsi qoruyar. Onu müdafiə eləyər bərzəx aləmində. Və eyni şəkildə sol tərəfdən, qarşısından, arxasından, ayaqlarının altından və başının üzərindən onu qorumağa çalışarlar. Ki, bərzəx aləmində bir çox şeylər bəndənin başına gələr. Bu mömin çöhrələr, bu 6 daha doğrusu nurani çöhrə onu hifz eləyər, onu saxlayar. İmkan verməz hər hansı bir bərzəxin qorxulu, vahiməli məsələləri onun başına gəlsin. Onu hifz eləyər. Bu vəziyyətdə bərzəx aləmində bu nurani surətlər, bu nurani çöhrələr arasında başlayar bu nurani çöhrələr bir-biri ilə tanış olmağa. Sən kimsən, mən kiməm deyə. Və onlar bir-birlərini tanıtdırarlar. Deyirlər, mən filan kəsəm, mən filan şeyəm. Bir-birini tanıtdırarlar. Və hamısından daha nurani olan üz digərlərinə deyər ki, Allah sizə xeyirli mükafatlar versin. Və sizlər kimsiz? Sonra bu mömin qulun sağ tərəfində olan nurani üz deyər ki, mən bu mömin bəndənin namazıyam. Sağ tərəfində olan nur namazın batini və həqiqətidir ki, onun bərzəx aləmində cilvələnib bəndə üçün. Deyir ki, mən onun namazıyam. Sol tərəfində dayanan o nurani çöhrə ki, bunlar bir-birləri özlərini təqdim eləyərlər. Deyir ki, mən onun zəkatıyam. Zəkat verəndir və bərzəx aləmində bir surət tapıb orada. Deyir ki, mən onun zəkatıyam. Ayaqlarının alt tərəfində dayanan nur deyər ki, mən onun mömin qardaşlarına elədiyi yaxşılığam. Və insanın elədiyi o yaxşılıqlar bir nur surətində təcəssüm olar orada. Və hər hansı bir yerdən bu insana zərər gəlməsin deyə ayaqlarının altından dayanar. Yeri orada olar ki, bir mömin qardaşına elədiyi yaxşılıqların təcəssümüdür bərzəx aləmində və həmin mömin bəndənin qarşısında dayanan bir nurani çöhrə deyər ki, mən də onun orucuyam. Ramazan boyu oruc tutub, həm qulağı orucu olub, həm gözü orucu olub. Bütün tamamil əzası, bütün ruhu orucu olub. Nəinki az qalmaqdan ibarət olub. Deyir ki, mən də onun qarşısında dayanan nurani çöhrə, nurani surət deyər ki, mən də onun orucuyam. Və arxasında dayanan nurani isə deyər ki, bu mömin qula arxadan bir zərər gəlməsin deyə onu qoruyar və deyər ki, mən də onun həcci və ömrəsiyəm ki, o nurani çöhrə onun arxasında dayanar. Həcc və ömrəsiyəm, onu hifz edirəm. Deyir, beləcə bu nurani surətlər, nurani çöhrələr bir-birindən tanış olarlar və bir-birinə özlərini tanıtdırarlar. Deyərlər, mən kiməm, nəyə görə yanındayam və dünyadakı hansı əməlinin müqabilində bugün bərzəxdə bu bəndənin, mömin bəndənin
yanında təcəssüm, bir nurani çöhrə olaraq, nurani surət olaraq təcəssüm eləmişəm. Və bunlar bir-birlərini ki tanıtdırarlar. Bu 5 surət, 5 nurani çöhrə mömin bəndənin başının üzərində dayanan bir surətə deyərlər ki, sən hamımızdan daha nuranisən. Hamımızdan daha nuranisən. Yəni sən bizim hamımızdan daha nuranisən və sən kimsən? Və həmin o nurani surət deyər ki, mən Peyğəmbər Əhl-i Beytinin vilayətiyəm. Mən Muhammed və Ali Muhammedin vilayətiyəm. Vilayət məsələsi çox önəmlidir. İnsan vilayətdən çıxsa, Əhl-i Beytin vilayətindən çıxsa, digər əməlləri bərbad olar. Vilayət bu qədər önəmlidir. Bu qədər vilayət barəsində bizim çoxlu hədislərimiz var. Xanım Zəhra salamullah əleyhanın şəhadət günləridir. Xanımın atası Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmdən sonra şəhadətə çatdığı günlərdir. Və bu hədisi söyləməkdən məqsədimiz budur ki, həmin Əhl-i Beytin vilayətinə bəslədiyimiz etiqad bizim bərzəx aləmində yardımımıza gələcək. Ona görə Əhl-i Beytin vilayətində insan çox möhkəm olmalıdır. Vilayət məsələsi o qədər önəmlidir ki, vilayət barəsində çoxlu hədislər var ki, biz vaxt darlığından onları sizə ərz edə bilmirik. Amma Allahın vəri izzəti cəlalına Allah Taala bizləri heç bir zaman vilayətdən, Əhl-i Beytin vilayətindən ayrı salmasın inşallah.